Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz birinci dərsdə lövhə haqqında danışdıq və lövhənin xanaları haqqında və keçirik indi fiqurlara. Ağların piyadaları düzülür. Üfüqi istiqamətdə düzülür. İkinci sırada qaraların piyadaları 7-ci sırada, fiqurları isə 8-ci sırada düzülür. Biz A1 xanasına və H1 xanasına topları qoyuruq. Toplardan sonra at fiqurları, atlardan sonra fil, D1 xanasına vəzir və Y1 xanasına şah qoyulur. Fiqurlar simmetrik olaraq düzülür. Piyada oyunun əvvəlində bir xana və ya iki xana gələ bilər. Hər şeydən əvvəl başlayaq fiqurların xalları haqqında. Piyadalar hər biri bir xaldır. Top 5 xal. Hər iki heyvan fiquru, yəni atla fil 3 xal. Vəzir 9 xal. Şah isə sonsuz sayılır. Piyada tərpənməz halda olarkən bir xana və ya iki xana gedə bilər. Piyada düz gedib səhv vuran fiqurdur və geriyə gedişi yoxdur. Oyunun əvvəli püşk atma ilə başlayır və püşkü qazanan oyunçu ağlarla başlayır. İlk olaraq ağlar gəlir. 2 xana gəldi və qaraların da piyadası 2 xana gəldi. Y4, Y5 xanası hal-hazırda bağlı sayılır. Yəni hər iki fiqurun gedişi yoxdur. Yəni hər iki fiqurun yolu bağlı sayılır. Piyada gəldi D3. Qarşı tərəfin piyadası isə 2 xana gəldi. Y4 xanasında olan piyada bu piyadanı götürə bilər və götürməyə də bilər. Biz götürdük. Gediş qaralarındır. 2 xana gəldi və ağlar bir xana getdi və qarşı tərəfin fiquru götürdü. Piyadalar sonuncu xanaya çatarsa, piyadala bir də şahdan başqa istənilən fiqura çevrilə bilər. Sualı olanlar qrupda yaza bilər. Gələn dərslərdə topun, atın, filin, vəzirin və şahın gedişi haqqında məlumat verəcəm. Sağ olun, salamat qalın.